Deməli qızlar, gördüm ki Instagramda keşfete düşmək üçün, takipçi yığmaq üçün Rabişin adından səhifələr açırlar. Rabişin şəkillərini paylaşırlar, özlərini də oymuş kimi aparırlar. O da bu məsələlərə yol verməmək üçün Rabişin real səhifəsi budur. Parolü da səhifənin özü də məndə də var, Rabişdə də var. Bundan sonra qızımın öz şəkillərinə like atarsınız. O bəziləri də abuk-subuk mahnılarla mən qızlarımın şəkillərini özləriymiş kimi paylaşıb, plusdan rəylərə, prim xətrinə nəzarət eləməyənlər də yavaş-yavaş yığışsınlar. Çünki Rabişin orijinal səhifəsi budur. Əgər onu izləmək istəyirsinizsə, ona rəy yazmaq istəyirsinizsə, onun özünü çox istəyirsinizsə, bu səhifəyə də, o biri səhifələrə inanmayın. Normalda qarışmırdım, bir şey demirdim, amma gördüm ki, uşaqların adından mənasız mahnılarla prim kasıb uşaqlara söz gətirirlər. Olmaz.